Deməli, bizə imtahanda abstrakt bölmədə fiqurlarla bağlı suallar düşür. Burada fiqurlar üç cür ola bilər. Ola bilər ki, fiqurlar olsun, ə, necə? Fiqur ardıcıllığı, fiqurların cədvəl formasında verilməsi, bir də fiqur münasibətləri. Bu fiqur ardıcıllığıdır. Fiqur ardıcıllığında baxırsınız ki, burada gördüyümüz xətt saat əqrəbi istiqamətində yerini dəyişir. Neçə addım saat əqrəbi istiqamətində və saatın əksi istiqamətində gedə bilər. Saat əqrəbi istiqamətində bir addım yerini dəyişib gəlib çatıb bura. Sonra 1-2 addım yerini dəyişib gəlib çatıb bura. 1-2-3 addım yerini dəyişib gəlib çatıb bura. İndi 4 addım yerini dəyişib 1-2-3 gəlməlidir bura. Bizim tədris prosesimizdə sizə sualları asandan çətinə doğru təşkil etmiş olacağıq. Növbəti sualımız ikinci sualdır. Baxın, bu sualda biz nə etməliyik? İçəridə gördüyümüz üç bucağı götürüb çöldə yazıb. İçəriyə isə fərqli bir fiqur atıb. İçəridə gördüyüm dairəni götürüb çöldə yazıb. İçəriyə isə fərqli bir fiqur atıb. İçəridə gördüyüm fiquru götürüb çöldə yazıb. İçəriyə isə istifadə olunmamış fərqli bir fiqur atıb. İndi biz içəridə gördüyümüz kvadratı çöldə yazmalıyıq. Hər birində kvadratdır. Və içərisinə isə istifadə olunmamış fərqli bir fiqur yazmalıdır. Məsələn, dairə yaza bilməz, çünki istifadə olunub. Düzbucaqlı yaza bilməz, çünki istifadə olunub. Üçbucaq yaza bilməz, çünki istifadə olunub. Beşbucaqlı yaza bilərmi, yoxsa altıbucaqlı? Altıbucaqlı istifadə olunubsa, onu götürə bilməz. Cavab beşbucaqlı olandır. Yəni D variantıdır. Varsa problem səsi açıb deyə bilərsiniz. Heç bir problem yoxdur. Növbəti sualımız, baxın, belə bir fiqura baxacaq. Bu fiqurda, baxırsınız, fiqur ardıcıllığı olduğuna görə, kənardakı fiqurlar 3 bucaqdır, 4 bucaqdır, 5 bucaqdır. Növbəti olacaq 6 bucaq. Variant çıxaraq işləməyimiz məsləhət görülür. 5 bucaq, 4 bucaq, 5 bucaq olmaz. 6 bucaqlı olmalıdır. Ya D, ya da Y variantıdır. İçəridə gördüyümüz hissə 2 hissəyə ayrılıb, 1, 2, 3 hissəyə ayrılıb, 1, 2, 3, 4 hissəyə ayrılıb, növbəti 5 hissəyə ayrılmalıdır. 1, 2, 3, 4, 5 hissəyə ayrılan D variantı bizim cavabımızdır. Amma Y variantında 6 hissəyə ayrıldığına görə onu götürmək olmaz. Növbəti sualımız olacaq belə bir sual. Müəllim, sıra başlamayın da, çox xahiş edirəm. Bir dənə biz baxaq, ondan sonra elə bir ki... Bəli, bu sualı sərbəst baxırsınız, onu deyirəm. Hə, onu. Çox Buyurun. Bir düzbucaqlı bir dairə. Bir düzbucaqlı iki dairə. Bir düzbucaqlı üç dairə. Düzbucaqlı var. Amma bunun dairələri yoxdur. 4 dairə. Çünki bu bir fiqur ardıcıllığıdır. Burada əgər bu düzbucaqlını götürmüsənsə, məcbursan ki, bunun davamında 5 dənə dairə götürəsən. Çünki bu buradan bölünməlidir, bax. Bir düzbucaqlı bir dairə, bir düzbucaqlı 2 dairə, bir düzbucaqlı 3 dairə. Bu düzbucaqlı o biri tərəfə düşür. Düzbucaqlı var, 4 dənə də dairə götürmək lazımdır. Sual varmı? Növbəti sualımız olacaq. Bu sual, indi məsələn bu sualları necə yazarsınız? Bunu özüm arda qoymuşam ki, birini başa düşəndən sonra görüm o birini yaza bilirsinizmi? Hə, burada tələ var ha. Burada tələ var. Burada tələ var yoldaşlar. Burada bu dəfə kvadratla başlayır. Baxın, 1 kvadrat 1 dairə. 1, 2 kvadrat 1 dairə. 3 kvadrat 1 dairə. Növbəti olmalıdır. 4 kvadrat 1 dənə də dairə. Cavab Y variantıdır. 1 kvadrat 1 dairə, 2 kvadrat 1 dairə, 3 kvadrat 1 dairə, indi olmalı 4 kvadrat 1 dairə.
ardıcıllığı, qanuna uyğunluğu baxıb, başa düşüb tətbiq etmək lazımdır. Məsələn, bir də var fiqurlardan bu cür cədvəl içərisində verilənlər. Müsabiqədə iştirak edənlər bilir ki, kifayət qədər bu cür suallar düşür sizə. Kifayət qədər. Bu sualların məntiqi odur ki, ya sətir boy baxmalısan, ya da sütun boyu baxmalısan. Bəzi suallarda sətir boyu baxan kimi cavablar çıxacaq. Bəzi suallarda sütun boyu baxan kimi cavab çıxacaq. Bəzi suallarda isə hər iki formada baxa bilərsən. Fikirləriniz B və A deyənlər var. Yoldaşlar, suala asan şəkildə yanaşmaq lazımdır. Baxmaq lazımdır ki, burada bu hissə, baxın, bununla eynidir. Sütun kimi baxanda. Bu da eynidir. Fikir verin. Bu, bununla eynidir. Sütun kimi baxanda. Buna bax. Bu üç eynidir. Bu necədirsə, bu necədirsə, o biri də elə olmalı. Məsələn, C variantı ola bilərmi? C variantının nöqtəsi başqa yerdədir. Məsələn, A variantı ola bilərmi? Xeyr, nöqtəsi görürsünüz fərqli yerdədir. Bəs D variantı ola bilərmi? Xeyr. Bəs Y variantı ola bilərmi? Xeyr. Cavab B variantıdır. Görürsünüz necə rahat çıxır. Ona görə suala necə yanaşmaq lazımdırsa, biraz test işləyib də praktikanızı artırıb o cür baxmaq daha yaxşı olar. Vəssalam. Burada da ümumiyyətlə fiquru belə desəydiniz əgər, sətir boyu baxanda fiquru saat əqrəbinin əksi istiqamətində 90 dərəcə fırladıb. Bu hissəsi gəlib bura. Görürsünüz, bu gəlib belə. Bir dənə də saat əqrəbinin əksi istiqamətində 90 dərəcə fırladıb. Bu fırlanmalarda tədris prosesimizdə lap xırdalığına qədər gedəcəyik. Saatın əksinə 90 dərəcə fırladıb. Bunların üstündə çox vaxt itirməyək. Aydın oldu mu? Baxaq məsələn belə bir suala. Baxırsınız burada yoldaşlar. Deyir, yuxarıdakı ardıcıllıq davam etdirilərsə, neçə nömrəli şəkil 4-cü şəklin təkrarı olar. Məsələn, mən bu sualı belə yazaram. Buna bir ilan kimi baxsam əgər, bu 4-ünə. Bu ilanın burun hissəsi qarşı tərəfə keçib, quyruğu da arxasıca gəlib. Görürsünüz, 4 xananı əhatə eləyir. Görə bilirik. Məsələn, 4 xananı əhatə eləyir. Saat əqrəbi istiqamətində bir addım burun hissəsi qarşıya keçəndə quyruğu da arxasıca gəlir. Görə bir eynisi. İndi fikir verin burası. Görün necə olacaq. Daha asan yolla da yazacağam elə bunu. Birinci mahiyyətini başa düşək. İndi bunun burun hissəsi qarşıya keçsə, quyruğu da arxasıca gəlməyəcəkmi? 4 xananı əhatə eləyir. İndi burun hissəsi qarşıya keçsə, quyruğu da arxasıca gəlməyəcəkmi? Burun hissəsi qarşıya keçsə, quyruğu da arxasıca gəlməyəcəkmi? Burun hissəsi qarşıya keçsə, bu 4 xananı əhatə eləməyəcəkmi? Burun hissəsi qarşıya keçsə, yəni bu aşağı düşsə, 4 xananı əhatə eləməlidir. Baxın, bu şəkil 4-cü şəklin eynisi deyilmi? 5, 6, 7, 8, 9, 10. Cavab C variantı. Daha asan yolu var idi? Var idi, bəli. Birinci sualdan baxırsan ki 1, 2, 3, 4 özü verib. 4-dən sonra 5-cini yazırsan, 6-cını yazırsan 7-cini. Baxırsan ki 7-ci şəkil birinci şəklin eynisidir. Birinci şəklin eynisi 7-dirsə, ikinci şəklin eynisi 8-dir. Üçüncü şəklin eynisi 9-dur. Dördüncü şəklin eynisi 10-dur. Hətta məsələn soruşsam ki sizdən 60-cı şəklin eynisi neçədir? Deyirsiniz ki üstünə 6 gəlib. Hər birində o birini alıbsa, burada da üstə 6 gəlib 66-cı olar. Aydındır mı yoldaşlar? Belə bir maraqlı sual qoymuşdum. Sizin üçün bu fiqurlardır. Bu fiqurlardır. Fiqurlardan kifayət qədər suallardır. 2018-ci, 2020-ci illəri əhatə edən dövrdə bir yanğının orta əhatə sahəsi neçə hektardır? Baxırsınız ki, sol tərəfdə meşə yanğınlarının sayı, sağ tərəfdə isə bir yanğının orta əhatə sahəsinin nə qədər olması verilib. Burada sayı 8 dənədir. Yəni 8 dənə 2,75 var burada.
Hər birinin sahəsi 2,75-dir. 8 dənədirsə, 8-i vurursan 2,75-ə. Bu eləyir 22. 20 sayı göstərir. Bir dənəsinin orta əhatə sahəsi isə 25-dirsə, 20-ni vurursan 25-ə. Bu verir bizə 500. 36 dənə hər birinin sahəsi 1,5-dirsə, 36-nı vurursan 1,5-ə. Bu bizə verir 54. Bunların hər üçünü toplasaq, bu bizə 576 verəcək. 576 ümumi yanğınların hamısının sahələri cəmidir. Bizdən bir yanğının orta əhatə sahəsini deyəndə, ədədi orta deyəndə hamısını toplayıb sayına bölmək lazımdır. Bunların sayları cəmi neçə verir bizə? Deməli, 56 plus 8, 64 və biz bunu 64-ə bölsək, cavab düşəcək 9. Və salam. Bunun formatında kifayət qədər suallar var. Məsələn, bu suala baxaq. Bizə verib ki, adları Şahin, Kamil və Aydın olan 3 müştərinin hər birinin banca ayda bir dəfə gəldiyi məlumdur. Adlarının baş hərfləri yazılmış sütunların yuxarı hissəsində həmin müştərilərin banca gəldiyi günlərin göstərən ədədlərin cəmi qeyd olunur. Yəni, bu ikisinin cəmi A ilə Ş-nın cəmi 28-ə bərabərdir. Bu ikisinin cəmi K və Ş-nın cəmi 33-ə bərabərdir. Bu ikisinin cəmi isə 45-ə bərabərdir. A üstəgəl K bərabərdir 45. Burada artıq nə etmək lazımdır? Tənliklər sistemi qurmaq lazımdır. Bunların hər birini alt-alta toplasaq əgər, bu bizə verəcək 2 dənə A plus 2 dənə K plus 2 dənə Ş. Bu bərabərdir. Neçə eləyir bu? Deməli, 70, 90, 90. Eləmi? 101, 106. Hər tərəfi 2-yə bölsək, A üstəgəl K üstəgəl Ş bərabərdir. 2-yə bölsəm bu 53 düşəcəkmi? Aynen burada K-nın cəmi 45-ə bərabərdirsə, 45-in üstünə nə gəlsək 53 olar? 8. Əgər Ş 8-dirsə, burada da 8-dir, burada da 8-dir. 8-in üstünə 20 gəlsək, 28 eləyər. 8-in üstünə 25 gəlsək, 33 eləyər. Deyir, banca gəldiyi günləri göstərən ədədlərin cəminin rəqəmləri cəmini tapın. Ədədlərin burada cəmi olmalıdır 20 plus 8 plus, indi asan yolla deyəcəm, 25. Bunların cəmi neçə verir bizə? Bunların cəmi bizə verir 45, 53. 53-ün burada əslində necə olmalıdır? Rəqəmləri cəmi 8 eləməlidir. Bax, bu çıqqılı bu hissədə texniki səhv var. Ədədlərin cəmini yox, eləcə rəqəmləri cəmi olmalıdır ki, cavabımız çıxsın. Necə? Ədədin rəqəmləri cəmi deyəndə 2 üstəgəl 0 üstəgəl 8 üstəgəl, tək-tək rəqəmlər deyirəm. 2 üstəgəl 5 bərabərdir 17. İndi burada bir çıqqıraca bir texniki səhv var. Bu cəm olmamalı. Cavab olar 17. Yox, əgər cəminin rəqəmləri cəmini istəyirdisə, bu çox sadə olardı. Elə toplayıb alt-alta 2A üstəgəl 2K üstəgəl 2Ş 106 olardısa, hər tərəfi 2-yə bölsəydin, hərəsindən birinin cəmi 53-dürsə, elə bunların cəmi verilərdi də 53. 53-cə rəqəmləri cəmini 8 götürüb çıxıb gedərdin yəni. Varmı problem yoldaşlar? Bax, bu nədir? Diaqramların lap sadə, asan formalarından biridir. Bir də var diaqram məsələlərində nisbətən çətin olanlar və yaxud elə birinci başlayıram qəbul sualından. Məsələn, 211-ci sual. Bunu bilənlər bilir ki, qəbulda istifadə olunub neçə dəfələrlə. 32 kürə bunkerdən hərəkətə başlayır və yuxarıda 32 kürə var və nömrələnmiş boşluqlara yığılır.
Hər dəfə maneə ilə rastlaşanda kürələrin yarısı maneədən sağa, yarısı sola doğru dağılır. Boşluqların nömrələrini onlara yığılan kürələrin sayının artması ardıcıllığı ilə düzün. 32 dənəcə yarısı sol tərəfə bölünürsə, yarısı sağ tərəfə. 16 16 bölünür. 16 gəlir buradan 8 8 olaraq bölünür. 16 gəlir 8 8 olaraq bölünür. Bu 8 dənə gəlir buradan burada 4 4 olaraq bölünür. 8 ilə 8 burada toplanır, olur 16. Burada sağ tərəf bağlı olduğuna görə bilirsiniz 16-nın hamısı sol tərəfə doğru gəlir. 8 gəlir burada yarıya bölünür. 4 4 olaraq. Bura bağlı olduğuna görə 4 dənə bu istiqamətdə gəlir və burada yarıya bölünür. 2 2 olaraq. 4 ilə 16 burada toplanır, olur 20. Yarıya bölünür. Onu sağa, onu sola. 4 dənə gəlir buradan və yarıya bölünür. İkisi sola, ikisi sağa. 4 dənə gəlir buradan yarıya bölünür. İkisi sola, ikisi sağa. 10 dənə gəlir burada yarıya bölünür. 5-i sola, 5-i sağa. 10 üstə gəl 2, 12 eləyir. 12 yarıya bölünür. 6-sı sola, 6-sı sağa. 2 ilə 2-nin cəmi 4-dür. Yarısı ikisi sola, ikisi sağa. 2 dənə gəlir yarıya bölünür. Biri sola, biri sağa. Burada 2 düşür bura. 2 ilə 5-in cəmi 7 düşür bura. 5 ilə 6-nın cəmi 11 düşür. 6 ilə 2-nin cəmi 8 düşür. 2 ilə 1-in cəmi 3 düşür. Burada elə 1-dir. Deyir ki, kürələrin sayının artması ardıcıllığı ilə sıralayın. Ən yüngül olanı, yəni ən az olanı bir dənə kürəcik olan 6 nömrədir. Azdan çoxa gedirəm. Sonra 2 kürəcik olan 1 nömrədir. Sonra 3 kürəcik olan 5 nömrədir. Sonra 7 kürəcik olan 2 nömrə gəlir. Sonra 8 kürəcik olan 4 nömrə gəlir. Sonra 11 kürəcik olan 3 nömrə gəlir. Baxın, indi çox güman ki, burada altını variantlar veriləcək. Yəni, variantlar veriləndə nədir? Bunlardan bu cür olanı götürmək lazımdır. Başa düşmədiyiniz və yaxud sualınız olan hansısa hissə varmı? Varsa deyin. Yoxdursa keçək növbəti suala. Burada maraqlı suallarımız var. Baxın, belə bir diaqram sualı düşə bilər. Düşə bilər deyəndə, yəni bu cür suallar düşür də onsuz da. Bu diaqram sualında necə olur? Deməli, burada bizə verib ki, diaqramlarda M ixtisası üzrə magistratura səviyyəsində təhsilini davam etdirmək üçün sənəd verən və imtahan nəticələrinə görə bu ixtisas üzrə magistraturaya qəbul olan oğlan və qızların sayı barədə məlumat verilib. Məlumdur ki, M ixtisası üzrə magistraturaya 70 nəfər qəbul olub. Baxırsan, birincidə sənəd verən 170 nəfərdir, oğlanlardır. Və burada isə sənəd verən, bu indi rənglər bu eyni olmalıdır, bu adcana fərqlənib, eyni rəngi nəzərdə tutulur. Qızlar isə 126 nəfərdir. Və 70 nəfər qəbul olubsa, qəbul olanların 40%-i oğlanlardır, 60%-i isə qızlardır. Nə edirik? 70 nəfər qəbul olubsa, bunun 40%-i, 70-in 40%-ni necə tapırıq? 70-i vururuq 40-a, bölürük 100-ə. Eləyir 28 nəfər oğlan qəbul olub. 70-i vururuq 60-a, bölürük 100-ə. Bu eləyir 42 nəfər isə oğlan, daha doğrusu qızlar qəbul olub. İndi 170 nəfər oğlan müraciət eləyib, onun 28 nəfəri qəbul olub. 126 nəfər qız müraciət eləyib, onun 42 nəfəri qəbul olub. Suallara baxaq. Birinci şərtə baxmaq lazımdır. Bizdən doğrunu istəyir. Hansı nəticəyə gəlmək olar?
Deyir, oğlanların bu ixtisasa marağı qızlara nisbətən daha azdır. Əksinə, 170 nəfər oğlan daha çox maraq göstərib. 170-126-dan daha çoxdur. Ona görə bir nömrəli yanlışdır. Oğlanlar qızlardan zəif bilik nümayiş etdiriblər. Baxaq, oğlanların 170 nəfərdən 28-cə nəfəri qəbul olub, amma qızlardan 126 nəfərdən 42 nəfəri. Bu 126-nı 42-yə böləndə 3 dəfə, yəni 3-dən biri, daha doğrusu 3-dən biri qəbul olub. Amma 170-i 28-ə böləndə təxmini olaraq 6 qatı da olur. Təxmini olaraq. Bu qızların daha çox hissəsi nədir? Daha yaxşı nəticə göstəriblər. Oğlanlar qızlardan zəif bir iş nümayiş etdiriblər. Düzdür də? 170 nəfərdən 28-cə nəfər qəbul olub. M ixtisası üzrə magistraturaya sənəd verənlərin 40%-dən çoxu qəbul olub. Ümumiyyətlə sənəd verən cəmi 296 nəfər var. Bunu götürürsən 100%. Neçə nəfər qəbul olub? 70 nəfər. 70 nəfər isə yazırsan x. Çarpaz vuranda bu 23 tam neçə faiz alınır? Amma bu da deyir 40%-dən çoxu qəbul olub. Xeyr, 40%-dən azı qəbul olub desəydi götürmək olardı. Çünki bu 23%-dir, yəni 40-dan çox deyil axı. Sənəd verən hər 3 qızdan biri M ixtisası üzrə magistraturaya qəbul olub. Bu fikir doğrudur. Çünki cəmi 126 nəfər var idi qızlardan müraciət edənlər. Qəbul olanlar isə 42 nəfərdir. İxtisar gedər 42-yə 1/3 qalar. Hər ikisini 42-yə bölsəm 1/3 qalar. Deməli, hər 3 nəfər müraciət edəndən biri qəbul olub. Doğru cavab 2 və 5. Vəssalam. Sual varsa deyin. Bax, bu diaqramlar bu cür olur. Məsələn, daha çətin diaqramlara aid olan bir dənə məsələn 541-ə də baxaq. Görün necə sadə məsələdir. Məsələnin və diaqramın ümumiyyətlə çətin görünməyindən qorxmaq olmaz. Bizə verib ki, 2023-cü ildə 2023-cü ilə aid qeyri-neft sektoru üzrə Azərbaycandan 3 ölkəyə ixracı milyon dollarlarla göstərən diaqramdan istifadə edərək tapşırığı yerinə yetirin. 2023-cü ildə qeyri-neft sektoru üzrə 3 ölkəyə ixracı milyon dollarlarla göstəriciləri var. Baxırsınız, birincidə 2023-cü ilin yanvar-iyun ayları ərzində qeyri-neft sektoru üzrə ixraclar, bu kvadratla olanlardır, yəni yuxarıdakı üçüdür. Digəri isə 2023-cü ilin iyun ayı ərzində olanlardır bu üçü. Şərtdə bizə verib ki, 2023-cü ilin yanvar-iyun ayları ərzində, iyun ayları ərzində qeyri-neft sektoru üzrə 3 ölkəyə ixtisasın birlikdə dəyəri həmin ilin iyun ayı ərzində analoji göstəricidən, analoji deyəndə həmin ilin, həmin o eynisini nəzərdə tutur. Neçə dəfə çox olmuşdur? Çox sadə. Yanvar-iyunda bu üçünün cəmi nə qədər eləyir? Üçünü topla, sənə versin 1245. Bəs iyun ayı ərzində olan bu üçünün cəmi nə qədər eləyir? 215 nəfər. Bu bundan neçə dəfə çoxdur? Böl birini o birinə. Bu da 5,79 verəcək təxmini olaraq. Cavabı onda birlərə qədər yuvarlaqlaşdır deyəndə vergüldən sonra ilk rəqəmə görə yuvarlaqlaşdırma nəzərdə tutulub. Bundan sonra gələn rəqəm, əgər indi bilirsiniz də 5, 6, 7, 8, 9-dursa, bu bir vahid artmalıdır. Olmalıdır 5 onda 8. Əgər yox, 0, 1, 2, 3, 4 olsaydı, bu elə olduğu kimi qalacaqdı. Fikir versiniz, cavabda 5 onda 7 də verib, 5 onda 8 də verib. Ona görə biz nə edirik? 5 onda 8-i götürürük. Çünki 9, 7-ni bir vahid artırıb 5 onda 8 eləyəcək. Məsələn, çətin görünüb də daha rahat və asan yazılan kifayət qədər suallar var. 548-ci sualda bizə verib ki,
2023-cü ilin birinci yarımilində Azərbaycanın ixrac etdiyi bəzi malların dəyərinin əvvəlki ilin analoji dövrü ilə müqayisədə dəyişməsini göstərən yoldaşlar, mətn özü uzun uzadı verir ki, cavabı tapmaqda çətinlik çəkəsiniz. Deyir ki, spirtli və spirtsiz içkilər 2023-cü ilin birinci yarımildə Azərbaycanın ixrac etdiyi bəzi malların dəyərinin əvvəlki ilin 2022-ci ilin göstəricinə görə neçə dəfə dəyişib onu verib. Spirtli və spirtsiz içkilər əvvəlki ilə nəzərən 5,54 dəfə artıb. Şəkər 54,4% artıb. Meyvə tərəvəz isə 6,8% artıb. Gözəl insanlar. Burada özü arasında müqayisə eləyir. Məsələn, spirtli və spirtsiz içkilər keçən il tutaq ki 100 idisə, indi bu 5,54 dəfə artıb da, indi 500 nə qədər olub tutaq ki, məsələn. Elə deyilmi? Amma bunları bir-biri arasında müqayisə eləyə bilərmi? Xeyr. Sadəcə və sadəcə özü əvvəlki ilinin göstəricinə nəzərən dəyişibsə, müqayisə etmək olmaz. Baxın, hansı mütləq doğrudur? 2023-cü ilin birinci yarımilində ixrac olunan spirtli spirtsiz içkilərin dəyəri həmin dövrdə ixrac olunan şəkərin dəyərindən 4 dəfə çox olub. Spirtli spirtsiz içkilərmi, yoxsa şəkərmi? Hansı çoxdur, hansı azdır bilmirsən, fikrin yoxdursa müqayisə etmək olmaz. Cədvəldə verilən malların ixracda dəyəri ən çox olanını müəyyən etmək mümkün deyil. Bu fikir mütləq doğrudur. Çünki hansı azdır, hansı çoxdur bilinməz. Görün necə sadə məsələdir yəni. 2023-cü yarımilində şəkərin dəyəri meyvə tərəvəzin dəyərindən 6 dəfə çoxdur. Müqayisə olmaz. Meyvə tərəvəzin dəyəri spirtli spirtsiz içkinin dəyərindən 81 dəfə az olub. Müqayisə olmaz. Meyvə tərəvəzin ixracda dəyəri ən azdır. Bilmirsən, çünki sənə nə əvvəlki, nə də sonrakı qiymətləri verməyib. Ola da bilər, olmaya da bilər. Cavab B variantı. Görürsünüz necə rahat suallardır yəni. Sualların böyük görünməyi sizi çaşdırmasın. Gəlin bir dənə də tamamilə müsabiqədə birə-bir olma ehtimalı olan suala baxaq. 544-cü suala. Deyir, 2023-cü ilin birinci yarımilində Azərbaycanda istehsal edilən qızıl və gümüşün miqdarını göstərən diaqramdan istifadə edərək tapşırığı yerinə yetirək də. 2023-cü ilin birinci yarımilində bizə qızıl və gümüşlərin miqdarını kiloqramla verib. Deyir ki, 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə azalmalarının faizləri verilib. Baxın, 2023-cü ildə qızıl bu qədərdir. Gümüş isə bu qədərdir. Bu o deməkdir ki, 2022-dən 2023-ə bu qədər faiz azalıb. Yəni ki, 2023-cü ildə bu qədər azalıbsa, əvvəlki il olsaydı 100%, bu il 29,6 azalıb. 100-dən 29,6-nı çıx, qalsın 70,4%. Bu ilki göstəricim 975,5-dir. Bəs keçən ilki göstəricim x. Çarpaz vur x-i tap. 975,5-i 100-ə vurdun, böldün 70,4-ə. Bu sənə 1385,6 verəcək. Bu qaldı burada. Bu sağ tərəfdə görürsən ki, 2022-dən 23-ə 42,5% azalıb. 2022-ci ildə göstərici 100% idisə, 2023-də 42,5% azalıb. 100 çıxaq 42,5 qalıb indi 57,5%. Və bu gün göstərici 1841,3-dür. Bəs keçən il 2022-də nə qədər imiş? Tutaq ki, bu da olsun y. Çarpaz vurub y-i tapacam. Burada 1841,3-ü 100-ə vurdum, böldüm 57,5-ə. Bu bizə verir 3202,2. İndi şərtə fikir ver. 2022-ci ilin birinci yarımilində Azərbaycanda istehsal olunan qızılın miqdarı bu qədərdir.
Gümüşün miqdarı bu qədərdir. Qızılın miqdarı gümüşün miqdarının neçə faizinə bərabərdir? Əgər ki, deyir 1385.6 3202-nin neçə faizidir? Onda 3202.2-ni 100% götürürsən, 1385.6-nı isə x faiz. Vəssalam, çarpaz vurub x-i tapsan, eləyəcək 43. Bu qədər sadə. Yəni bu 29.6 azalıbsa, keçən ilki miqdar 100% idi. 29.6 azaldı, 70.4. Bu ilki göstəricinin ədədlə veribsə, bərabərləşdirib, keçən ilkini 100. Onda x yazıram, x-i tapıram. Burada da həmçinin və bu ədəd, bu ədədin neçə faizidir deyəndə, burada elə biz bu ədədi o biri ədədə bölüb 100-ə vura da bilərik və yaxud tənasüblə də işləyə bilərik. Məsələn, 2 5-in neçə faizidir deyəndə 2-ni 5-ə bölüb 100-ə vurmaq lazımdır. Təbii şimdi bu xırdalıqlardır. Sual varmı yoldaşlar?